Kəlmələrin sehrində xoş gördük sizləri əziz izləyicilər. Bugün işığı ilə yalnız qaranlığı deyil, düşüncələrimizi də aydınladan bir kəlmənin sehrinə baş vuracağıq. Gəlin düşünək, nədir çıraq? Çıraq əsasən yağ, neft və şam vasitəsilə yanan, işıq saçan ən qədim işıqlandırma vasitələrindən biridir. O, elektrikdən öncə insanın qaranlıqla ünsiyyətini dəyişən, zülmətlə insan arasında körpü quran ilk vasitələrdəndir. Çıraq sözü farsça məşəl, şam mənasını verən çiraq və ya çiraq sözündən törəyib və məcazi olaraq işıq saçan, işıq saçacaq mənasını qazanıb. Dilimizin lüğət tərkibində hər cür işıqlandırıcı cihaz çıraq adlandırılır. Fəlsəfi düşüncədə çıraq bilik və idrak rəmzidir. Qaranlıq cəhaləti, işıq isə biliyi ifadə edir. Çıraq bu iki məfhum arasında keçidi təmin edən vasitədir. Burada vacib bir məqam var. Çıraq özü işıq deyil, işığı daşıyandır. Şərq fəlsəfəsində çıraq tez-tez batini nur, qəlb işığı anlayışları ilə yanaşı çəkilir. Qəlbdə yaranan çıraq insanın özünü tanımasına, yolunu itirməməsinə kömək edir. Bu anlamda dilimizdə çıraq yalnız maddi obyekt deyil, eyni zamanda məcazi anlamda işıq, ziya, nur və ya işıq mənbəyi, ümid, yol göstərən mənalarını da daşıyır. Biz başqalarına işıq daşıyan şəxsi çıraq adlandırırıq. Bəzi tədqiqatçılar bu sözün yanmaq, işıq saçmaq semantikası ilə bağlı qədim köklərlə əlaqəsini vurğulayırlar. Maraqlıdır ki, çıraq sözü bir çox türk dillərində bugün də demək olar ki, eyni fonetik və semantik çərçivədə yaşayır. Bu isə onun mədəni yaddaşımızdakı davamlılığını göstərir. Lakin hazırda Türkiyə türkçəsində isə bu məna genişlənərək ustası tərəfindən təlim edilən və onunla birlikdə işləyən, yəni işığı yanacaq olan şəxsə verilən ad halına gəlib. Beləliklə, Anadoluda öyrədən deyil, öyrənən çıraq adlanır. Bu öyrənənlər zamanla özləri usta olub yeni çıraqlar yetişdirirlər. Şərq ədəbiyyatında çıraq həm də nurun simvoludur. Şeirlərdə tez-tez yanan ürək, eşqin alovu, ümidin sönməyən işığı kimi təqdim olunur çıraq. Məsələn, klassik poeziyada çıraq yandırmaq təkcə fiziki işığı deyil, fədakarlıqla yanmaq, başqalarına yol göstərmək deməkdir. Çıraq yandıqca özü əriyir, amma ətrafını işıqlandırır. Bu baxımdan o aşiqin, müdrikin, müəllimin rəmzidir. Bugün evlərimizdə fiziki çıraq demək olar ki, istifadə edilməsə də, dilimizdə və düşüncəmizdə çıraq yanır, yaşayır. Çıraq tutmaq, çıraq kimi yanmaq, çırağı sönmək, çıraq olmaq kimi ifadələr hələ də gündəlik danışığımızda aktivdir. Biz bəzən yolumuzu işıqlandıran, doğru zamanda doğru söz deyən, qaranlığın içində ümid işığını bizə göstərən bir insanı çıraq adlandırırıq. Bəzən də sual edirik, görəsən mən kimin üçünsə çıraq ola bildimmi? Yekunda isə onu deyə bilərik ki, çıraq sadəcə bir əşya deyil. O, insanın qaranlıqla apardığı mübarizənin simvoludur. Sönə biləcəyini bilə-bilə yanmaqdır. İşıqlandırmaq üçün özündən keçə bilməkdir. Qoy hər birimizin içində ona ən çətin zamanlarda yol göstərən bir çıraq yansın. Yanan çıraq digər canları da çıraqlandırsın. Heç vaxt sönməsin. Kəlmələrin sehrində növbəti görüşlərədək.